Qarğıdalının qabığını zibilə atmağa tələsməyin. Bu sadə təbii yem əlavəsi toyuqlar üçün faydalı ola bilər. İsrafın qarşısını almağa kömək edə bilər. Bu videoda qarğıdalı qabığından necə düzgün istifadə etməyi və onu toyuqlar üçün necə hazırlamağı mümkün olduğunu öyrənəcəksiniz. Bəzi insanlar, əziz izləyicilərimiz, meyvə tərəvəzin istifadə qaydasını düzgün etmirlər. Çoxları, bax görürsünüz, qardıqalını alırlar, qabığını soyurlar, tək qardıqalının özünü qaynadırlar. Xeyr, qardıqalını bu qaynada qaynatmaq lazımdır. Bax gördüyünüz bu qaydada qaynadırsınız. Qardıqalının tərkibində olan vitaminlər hər biri, bax görürsünüz, bu yarpaqların altında, qardıqalının özündə qalır. Və bişdikdən sonra nə edirsiniz bu qaydada? Qardıqalını ayırdıqdan sonra yarpaqlarını atmırsınız. Əziz dostlar, ən gözəl vitamin yarpağında və gördüyünüz qardıqalının suyundadır. Bunu da nə etmək lazımdır? İzah edirəm sizə. Saxladığınız toyuq və cüzələrin sularında qaynanmış qardıqalının suyun, əziz izləyicilər, yarpaqlarını isə nə edirsiniz? Maşallah olsun, yeməklərində istifadə edirsiniz.